Salam əziz şagirdlər. Bilirsiniz ki, may ayının əvvəlləri 6-cı siniflər üçün monitorinq olacaq. Belə bir monitorinq sualları tapmışam. Gəlin onların həllinə başlayaq. Sualların özünü short bölməsində qoyacağım. Birinci yaxşı olar ki, özünüz oradan işləyib özünüzü yoxlayasınız. Sonra bilmədiyiniz suallar üçün açın videonu baxın. Gəlin başlayaq. 21-ci sual. Bizə deyir ki, 24 və 72-nin əbobu ilə 25 və 75-in əbobunun cəmini tapın. Biz bilirik ki, bir-birinə bölünən ədədlərin əbobu həmişə kiçik ədədlərə bərabərdir. Burada da 24 ilə 72, 24 72-yə bölünür deyə elə əbob özü 24-dür. İkinci tərəfdən 25 75-ə bölünür. Ona görə buradan da əbob 25-dir. Bunları toplayanda da nəticəmiz 49, yəni D variantı eləyəcək. 22-ci sual. 240 ədədinin 8-də 5 hissəsini göstərindir. Onu da hissə göstərən ədədə vururuq. 8 8-ə 1 dəfə, 240 8-ə 30 dəfə. 30-u 5-ə vuranda 150 edər. Cavab oldu B variantı. 23 tənlikdir. Amma bu tənlik tənasübdür. Sol tərəfi birinci düzgün olmayanı çevirsək, 9 1-in 9, üstünə də 8 gələndə 9-da 17 eləyir. İndi çarpaz şəklində vuraq. 5 vur 17 bərabərdir. 9 vur 2x, yəni 18x çıxılsın. 9 vur 1, 9. Bu 9-u da ataq bu yana, olsun belə. 18x deməli. 5 17-yə vuranda 85 eləyir. Üstünə də 9 gəlsək 94 edəcək. Hər tərəf 2-yə bölsək 9, buranı da 2-yə bölsək 47. 47. X-ə tapmaq üçün də 47-in içində 9 neçə dəfədir? 5 dəfə 9-un 45, 47 olması üçün surət də 2-yə bərabər olmalıdır. Cavab olacaq D variantı. Burada 150 idi, B variantı oldu. Burada da 49 idi. Belə eləyək. Rəngli işlədikcə düzgün cavablarım. Burada da bu variant oldu. Yaxşı, keçək sıradakına. Yenə bir əbob əköb sualı. Əbob 12 18, əköb 12 18. Burada ayrı-ayrılıqda əbobunu tapmaq, əköbunu tapmaq, onları bir-birinə vurmaq lazımdır. Amma biz həmişə yadımızda saxlayaq ki, iki eyni ədədin əbobu ilə əköbunun hasili elə AB-ni verir. Yəni bu ədədlərin öz hasilini verir. 12 vur 18, o da cavab eləyəcək 216. Həqiqətən əbobunu əköbuna vursanız eyni cavabı əldə eləyəsiniz. Bunu bunun yanına qoyum ki, rahat tapa bilim. Yaxşı, keçək bura. 7-də 3 hissəsi 120 olan ədədin 5-də 2-sini tapın. Birinci mərhələni həll eləyək. Burada hissəsinə görə ədəddir deyə bunu tərsinə çevirək. Olsun 3-də 7. 3 3-ə 1 dəfə, 123-ə 40 dəfə, 47-yə vuranda 280. Birinci hissəsi məsələnin hazırdır. Bax, bura qədərini tapdıq. 280-dir. Bizə deyirindi 280-in 5-də 2-sini tapın. 285-ə bölünəndə deməli 56 eləyir. 56-nı da 2-yə vuranda 112 edər. Cavabımız oldu D variantı. Aha, 26-cı sual. Deməli, 3 dənəli bir misal verilibdir. Birinci mötərizənin üçün həll edirik. Mötərizənin içi 8 ilə 3-ü toplayanda 11. Məxrəci də 4-də 4 eləyəcək. 4-də 1 ilə 4-də 3, 4-də 4 verəcək. Bizə deyir, üzərində də 7 tam 4-də 1-i gəlin. Cavab eləyəcək 11 ilə 7, 18 tam. 18 tam 4-də 5. 4'də 5 də düzgün olmayan olduğuna görə 1 tamı veririk bura. Olur 19 tam 4'də 1. Cavab oldu B variantı. 27. Qarşılıqlı sayda ədədlər cütü. Tez yadımıza salaq. Qarşılıqlı sayda ədədlər nə idi? Ortaq bölənliyi olmayan. 25 ilə 5 hər ikisi 5-ə bölünür. 23 ilə 46 hər ikisi 23-ə bölünür. 15 ilə 60 da hər ikisi 5-ə bölünür. 7 və 13-ün heç bir ortaq bölənliyi yoxdur. 28. Avtomobil 25 kilometr yola 4 litr yanacaq sərf edib 6000 kilometr yola neçə litr yanacaq sərf edər? Burada məsələmiz düz mütənasib həll olunacaq. Çünki kilometraj artdıqca bilirik ki, daha çox yanacaq sərf olunacaq. Onda belə quraq. Yazaq ki, 25-ə 4-dürsə
6000'e x'dir. Buradan da çarpaz vurup həll eləsək, x bərabərdir 6000 vurulsun 4 bölünsün 25. 25 25'e bir dəfə 600'ün içində 25 24 240 dəfədir. Onda bir dakika 600'ymiş. 6000 neydi yazdım ben. 6000 yazmışım səhvliyle, özür istəyirəm. Bu hissəni sileyim. 600 vurulsun. Buradan da bir sıfır sileyim. Vurulsun 4 bölünsün 25. 600'ün içinde 25 24 dəfədir. 24'ü de 4'e vuranda 96 eləyəcək. Cevabımız A variantı olacak. Deməli, keçdi yenə bir tənasüb sualı verilibdi. Bunun buna, bunun buna. 3 vurulsun. 3 vurulsun. 2x çıx 7 bərabərdir. 5 vurulsun. X çıx 3'e. Burada yer az olduğuna göre ben sağdan yazıram. 3 vur 2x'imiz olacak 6x. Üzürlü sayı, bu gripler benim canımdan çıxmır. 6x çıxılsın 3 dəfə 7 21 bərabərdir 5x çıxılsın 15. 6x'den 5x'i çıxanda 1x 21'den de 15'ini çıxanda verəcək 6. Cevap oldu C variantı. 30. sual. Yine bir ekyob-ebob sualı. Ekyobun eboba nisbətini istəyir. Biz bilirik ki, ekyobu eboba böləndə bizdə C deyilən bir anlayış var idi. Həmin C'nin adı nə idi? Bu C'ye biz sərbəst ortaq olmayan hədlərin hasili deyirdik. Yəni C bərabərdir. 60'ı kənarda sadə vuruqlarına ayıraq. 60 2'ye bölünür 30 dəfə, 2'ye bölünür 15 dəfə, 3'e bölünür 5 dəfə, 5'e bölünür 5 dəfə, 1 dəfə. 128'də 207 deməkdir əslində. Birbaşa ilə belə yazıram. 207. Bunun içində 1, 2 dənə 2 var ki, bu 7 dənə ilə ortaqdır. Onda C olacaq 2 vur 2 ortaq olmayanların. 5 dənəsi elə bil 2'nin ortaq deyil. Vurulsun 2, vurulsun 2, vurulsun 2. Bunu elə bil 2 dənəsi getdi daha. Yerdə qalıb 3 və 5. 205 32'dir. 32'ni 3'e vuranda 96, 96 da 5'e vuranda 480 olmuş olacak. 31. sual tənlikdir. Yine sade bir tənlikdir. X bərabərdir. X bərabərdir. Bu yana keçəndə olur 1726 üstə gəl 7095. O da eləyir 1 2 9 11 12 7 8 8 mi 8 21. Bize neye kadar değil? Yüzlüklere kadar yuvarlaklaştırın. Yüzlüğü 8'di. Özünden sonra da 20 gelip diye. Elə 8800'ün özüne yuvarlaklaşacak. Cevap olur C variantı. 32. sual. Cəfərin 9 uşağı var. Uşaqlar arasında yaş fərqi 3 ildir. Uşaqların en böyüyün 28 yaşı varsa en kiçiyinin neçə yaşı var? 3 il fərqlə gedirsə 28, 25, 21, o 22 daha doğrusu 19. Neçə uşağı var? 9 uşağı var. 8'den 3 də çıxmaq olar birbaşa ilə 28'den 8 dəfə 3 24 eləyir. Çıxsaq 4 uşaq yaşı 4 olacaq. Axırıncı yaşı 4 olacaq. Cevap oldu B variantı. 33. sual. Deməli, yaxşı olar ki, birinci müsbətləri toplayaq. Bunlar toplayan eləyir 656. 656'dan da 512 çıxanda 144 edəcək. Səhv etmirəmsə. 144 eləyir. Bu da oldu A variantı. 34 deyir 256'nın 25%'ini tapın. 256 vurulsun %25. Biz bilirik ki %25 elə 4'te 1 deməkdir. 256'nın da 4'te 1'i 64 eder. A variantı. 35. sual.
Əkob və əbobun fərqini istəyir. Deməli 18 ilə 24-ün əkobu ayrı-ayrı ayıraq. 18 2-yə 9, 3-ə 3 dəfə, 3-ə 1 dəfə, 24 2-yə 12, 2-yə 6, 2-yə oy bir dəqiqə buranı səhv elədim. Qələm Deməli 24 2-yə 12, 12 2-yə 6, 2-yə 3, 3-ə 1. Ortaq vurur. Deməli, əkob üçün eynilərini silək. 2, 2, 3. Buradan da bir dənə 3'ümüz var. Əbobları 6'dır. Məlum məsələdir. Əkoblarını tapanda da 24'ü, yəni böyüyümüzü götürürük. Kiçikdə bircə dənə 3'ümüz qalıb. O 3'ə vururuq. Əkoblar deyilir 72. Əboblar da eynilər 2 vur 3 idi deyə buradan göstərim. Əbobu da 6'dır. Bizə də deyir bunların nəyini deyir? Fərqini istəyir. 72'dən də 6'ın çıxanda 66 edəcək. Deməli cavab oldu D variantı. Yer burada qısıtlı olduğuna görə çox uzun həllər yaza bilmirəm. Yəni harasısa başa düşməsəz rəylərdə yaza bilərsiniz. Keçdik 36-cı suala. 378 bölünsün 18. Deməli 370'in içində 18 21 dəfədir. Çıxılsın 3'ün kvadratı 9'dur. Üstə gəl 15 vurulsun bu 8'dir. 15 ilə 8'ə vuranda 120 edir. 21'dən 9'un çıxanda 12'si qalır. 12'sinin də üstünə 120, 132 verəcək. Bu kənar şeylər silib. Aha, cavab oldu 132'yə bərabər. C variantı. Gəldi 37-ci suala. Deməli, onluq kəsrə aid belə bir nümunəmiz var. Bizə deyir ki, 0'dan %64, üstə gəl 0,16, %16. Bu hissəsi verir 0,8. 0,8'dən 0,3'ün çıxanda 0,5 eləyir. İndi 0,5'i də 256'ya vuranda onda 5 2'də 1 deməkdir. Yəni əslində yarım deməkdir. O da vuranda yerdə qalacaq 128. A variantı. Keçdi 39'a. Deməli, birinci məxrəcin mötərizənin içində hesablamalıyıq. Mötərizənin içində baxıram ki, 3'də 1'dən 4'də olan var məxrəcin. Bilirik ki, bunları ortaq vuruq olaraq 12'yə gətirməliyik. Onda bunu 4'ə vurmalıyıq, bunu da 3'ə vurmalıyıq. Olur belə 12'də 2 4'ün 8, üstə gəl 12'də 3 3'üm 9. Birləşdirdik 12'də 21. Toplayanda 12'də 21 verdi. Bu da 1 tam 12'də 9 deməkdir. Onu da 2'yə bölsəm, 3'ə bölsəm hər tərəfini. 1 tam 4'də 3. Qaldı indi bu 8'də 1'dən o hissəni çıxmaq. Deməli, yer çatdıracam mı? Aha. 2 tam 8'də 1 çıxılsın 1 tam 4'də 3. Bu 4'də 3'ü də gəlin 2'yə vuraq ki, bu da 8'də olsun. 8'də 6. O da bərabərdir. Bilirik ki, 8'dən 1'dən 6 çıxmaq olmur. Bir dənə bunun üstündə 8 qədər dövr verirəm. Məxrəc qədər əlavə edirəm. Bu olsun 1 tam 8'də 7. Daha doğrusu 8'də 9 çıxılsın 1 tam 8'də 6. O da verir elə 8'də 3'ü. Bir dəqiqə, haradasa səhv yol vermişəm. Cavab yoxdur. Yer balaca olduğuna görə heç nəyi rahat həll etmək olmur. Deməli, bunu 3'ə vurduq, 4'ə vurduq, bunu 3'ə vurduq. Elədi toplayanda 12'də 4 2 8. Üstə gəl 12'də 3 3'üm 9. Elədi 12'də 17 eləyir. Mən bunu toplayıb 21 yazdım bəyək. Ona görə səhv eləyir. Bu da eləyir 2 tam 8'də 1. 2 tam 8'də 1'dən də 12'də 17'ni çıxanda bunu gətirə 24'də. 3'ə vuraq hər tərəfini. Olsun 2 tam 24'də 3. Bu da olsun çıxılsın 24'də gətirmək üçün 2'yə vursaq 24'də 34. Demək ki, bir tam da bura qaytaranda 24 17 axı böyükdür 14. Olsun belə. 1 tam 24'də 10. Bilirik ki, 3'dən 10'u çıxmaq olmur. 1 tam buna dövr veririk. Olur. 24'də 27.
1 tam 24'te 27. Çıxılsın 1 tam 24'te 10. O da eləyir 1 tam 24'te 17. 1 tam qalmır, daha doğrusu elə 24'te 17. Cavab elədir C variantı. Gəldi 39'a. Deyir ki, üçbucağın tərəfləri 3, 4 və 5 düz xətləri ilə düz mütənasib hissələrə bölünüb. Perimetri 168 desimetr olarsa böyük hissəni tapın. Deməli, əgər düz mütənasib hissə 3K, 4K, yəni bir də 5K, 5x daha doğrusu, bərabərdir 168'ə. Perimetri 3 tərəfin cəmidir axı. 3, 4, 7, 7 üstə 5 gəldi 12. 12x bərabərdir 168. X'i tapmaq üçün də 168'i 12'ye bölsək 14 olacaq. Böyük tərəfdə 5 payda axı 5 dilimdir. Ona görə 5'i də 14'e vururuq. Cavab eləyir 70. B variantı. 40. sual. 3 yerə yenə ayrılıbdır. 2x, 3x, 4x bərabərdir 270'ə. 5x, 4x, 9x verir. 9x bərabərdir 270'ə. X də bərabərdir 30'a. Bizdə də deyir böyük ədədin 2 qatını. Böyük ədəd 4 nisbətindədir. 4'ü vururam 30'a 120. 2 qatını da dediyinə görə 240 olacaq. Cavab oldu A variantı. İzlədiyiniz üçün təşəkkürlər. Monitorinqlərə hazırlaşmaq istəyirsinizsə aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik.